Hər vaxtınız xeyir dəyərli izləyicilərimiz, hər vaxtınız xeyir dəyərli Turan Tovuz sevərlər. Növbəti buraxılışımızla efirdəyik. Bu dəfə də həmkarım Azər İsmayılla birlikdə həm ötən turun maraqlı keçən Turan Tovuz Kəpəz qarşılaşmasını, həm də onun fonunda baş verən hadisələri, xəbərləri müzakirə edəcəyik. Hər vaxtın xeyir sənəm, xoş gördük. Turan Tovuz izləyicilərini də, Turan Tovuz podkastının izləyicilərini də salamlayıram. Böyük əksəriyyəti sırf Turan fanatlarıdır və onlarla belə bir podkastda salamlaşmaq da tamam başqa hissdir. Komanda şərhli də olsa liderdir. Turnir cədvəlində Peşkar Futbol Liqasının sıralamasına əsasən birincidir və komanda qarşısına çempionluğu hədəf qoyub və ilk çox mühüm bir dövrdə, dönəmdə belə deyək, hələlik bunu bacarır. Hər nə qədər Qarabağ gələcək, digər komandalar çox yaxşıdır, çox formadadır. Bu kimi fikirlərimiz olsa da, bu gün turnir cədvəlinə uyğun danışırıq və bu mənada kifayət qədər könlümüz xoşdur. Çox maraqlı söhbətimiz, detallar olacaq. Sən də qeyd etdiyin kimi. Bu arada kiçik bir anonsumuz var sizin üçün. Əgər alacağınız formaya ödənişsiz ad və nömrə yazdırmaq istəsəniz, formasiyaya müraciət edə bilərsiniz. Kanalımızın, yayımlarımızın forma tərəfdaşıdır və formasiya Sportbox adı ilə yaxınlaşsanız, məhz bizdən onları tanıyıb yaxınlaşdığınızı bildirsəniz, nömrə və ad hədiyyə olacaq. Yaxın günlərdə onların formaları da məhz studiyamızı bəzəyəcək, dekorlarımızda yer alacaq və formaçıda kifayət qədər keyfiyyətli formalar var. Bunun zəmanətini mən sizə verirəm, baxıb görə bilərsiniz. Bizim adımızla müraciət etdikdə isə nömrə və deməli ad pulsuz olacaq. Bir gün gələr, elə formada pulsuz olar. Başlayaq futbola. Başlayaq. Və Turan azarkeşlərini təbrik edirəm qələbə münasibəti ilə. Artıq komanda mümkün 18 xaldan 12-sini toplayaraq şərikli liderlər sırasında ilk pillədə qərarlaşıb. Bu da təbii ki, top fərqinə görədir və Kəpəzlə oyun deməzdim ki, Tovuz üçün çətin keçdi. Gözlənilən bir qələbə idi və bu qələbə olmasaydı təbii ki, də işlər dəyişəcəkdi yəqin ki, Tovuz cəbhəsində. Amma komanda həqiqətən də rəqibinin daha üstün oyun sərgiləyərək qalib gəldi və aşkar favorit kimi çıxdığı mübarizəni qazandı və ilk hissədə 2 qol vuruldu, hansı ki burada da komandanın Alex Souza'nı xüsusən fərqləndirmək istərdim. Bu futbolçu Turan Tovuz üçün çox önəmlidir, əsas silahlardan biri sayılır, mən hesab edirəm və hər oyunda öz performansının üstünə artıraraq davam etməkdədir və mən fikirləşirəm ki, növbəti oyunlardan Tovuz maksimum xallar qazanıb, niyə də bu liderliyi davam etdirməsin? Bəli, əlbəttə, ümid var. Xüsusilə nəticəyə oynayan komanda və hazırki Turan Tovuz həm heyəti, həm buna qədərki performansı, həm yanaşma, bütün mənalarda baxsaq, Premyer Liqada demək olar ki, bütün komandalarla başa-baş mübarizə aparıb, hətta onları məğlub edəcək gücdədir. İndi orada baxmayaraq ki, azarkeşlər, böyük əksəriyyət ictimai nümayəndələr bəzən mütəxəssislər düşünür ki, komanda baxımsız futbol sərgiləyir və yaxud da futbol biraz əsəbləşdirici ola bilər, amma bu reallığı dəyişmir. Komandada futbol mənasında, klub quruculuğu mənasında belə deyək, klub olaraq çox yaxşı işlər var, sistem var, dəqiqləşmiş və konkret neynədiyini bilən məşqçilər korpusu və neynədiyini bilən bir komanda var. Adamlar nəticə oynayır və bunu bacarır. Mən düşünürəm ki, hətta bundan sonraki oyunlarda da bu marafonu davam etdirmək komanda üçün mümkün olacaq. Asan olacaq, çətin olacaq, başqa söhbətin mövzusudur, amma mümkün olacaq. Çünki yenə qeyd edək, indi növbəti tur Sumqayıtla da oyun səfərdədir, amma nəinki Sumqayıt, istənilən komandadan bugün 3 xal almağı bacarır Turan Tovuz. Kəpəzlə oyun, bəli, bəlkə də bir çoxlarına görə göstərici deyil, amma hazırki Kəpəzin durumunu nəzərə alaraq o cümlədən sən də belə düşünürsən. Amma mən düşünürəm ki, əgər bir komanda favorit olduğu qarşılaşmada rahat qələbə qazanırsa, yəni Turan Tovuz bugün Kəpəzi rahat məğlub edirsə, deməli müəyyən bir göstəricidir komandanın transferlərinə, heyətinə, məşqçisinə layiq situasiyası var, ona uyğun situasiyası var və ona görə də outsider rahatlıqla məğlub eləyir. Düzdür, qollar yenə də hansısa qollar və ümumiyyətlə oyun barəsində hansısa
dərin hücumlardan, hansısa kombinasiyalı hücumlardan danışmırıq, amma nəticəyə hesablanmış konkret hücumlardan danışa bilərik. Qolların ilk ikisi xüsusilə bəllidir, necə vuruldu. Orada Faiqin də son vaxtlar çox tənqidlərlə üz-üzə qalan Faiq Hacıyevin də rolu böyük idi və komanda bəli xüsusilə bu ilk iki qol deyirəm birinci hissədə hücumçularından faydalana biləcəyi ən yaxşı şəkildə futbolçularından faydalandı və Juarelem Santosun adına da sevinirəm, çünki heç cür formaya düşə bilmirdi. Əslində böyük gözləntilər olan hücumçudur, amma bərpa ola bilmir, formaya düşə bilmir. Amma bu oyunda fərqlənməklə o da müəyyən mənada özünə gələ bilər. Azobiçin də fərqlənməsi məncə mühüm idi. Futbolçunun bu komandada bu cür oyunlarda və bundan da çətin oyunlarda daha çox görünməsinə, daha çox fərqlənməsinə həm qolu ilə, həm belə ehtiyac var. Bu oyunda bacardı deyə bilərəm mənada. Mən düşünürəm ki, Azobiç biraz daha artırıb komandaya çox fayda verəcək. Qol, assist və digər bu kimi mənalarda. Azər, baxıram mən turnir cədvəlinə Tovuz birinci pillədə qərarlaşıb. Burada bu qələbə sayılanda və 4 qələbə qazanıb. Düzdür, Tovuz çox tənqid olunur. Həm azarkeşlər tərəfindən, həm mediada biz bunu görürük. Amma artıq çempionatda qələbə sayına baxdığımız zaman əsas rəqiblərindən daha çox öndədir. Bu tamam burada Qarabağla Sabahı geri planda saxlayırıq. Çünki Sabah bir oyun az keçirib və Qarabağla təxirə düşmüş oyun var. Amma yenə də bunu nəzərə alsaq 5 oyuna 2 qələbə Sabah qazanıb. Hansı ki birim Tovuzla oyunda bildiyiniz kimi hakim qərarlarının fonunda qazanılan qələbə kimi göstərilir bu və hazırda komanda doğru yolda irəliləyir mənim fikrimcə və bunun da davamı gələ bilər. Niyə də gəlməsin? Komanda çıxdığı hər oyuna qələbə üçün çıxıb. Bu statistikada göstərir. Hazırda 4 qələbə və 2 məğlubiyyətlə irəliləyir və heç heçək yoxdur. Yəni sırf xal qazanmaq üçün yox, qələbə üçün meydanda mübarizə aparır. Mən bu oyunda sən dediyin kimi düşünmürəm ki, yəni Kəpəz üzərində qələbə əsas prioritetdir. Xeyr, Kəpəz bildiyimiz kimi artıq 6 oyuna çıxıb, heç bir xal qazanmayıb, aşkar outsiderdir hazırda. Heç bir yəni bir araya gələ bilmir komanda. Nə oyun baxımından, nə nəticə baxımından. Amma bu qələbə futbolçular üçün böyük motivasiya olacaq. Hansı ki sən dedim ki, Juarelem Santos üçün olsun. O da tənqid olunurdu. Yəni uğursuz transfer adlandırılırdı. Artıq bu futbolçu üçün də bir əlavə motivasiya olacaq ki, bu qol sanki necə deyim, zinciri qırmaq ifadəsini işlədə bilərəm. Üçün və Filip Ozobiç. Yəqin ki, Neftçi futbolçunu itirdiyi üçün peşmandır. Mən ötən verilişdə də Ozobiç amilinə toxunmaq istəyirəm. Bu futbolçu daha əvvəl Qəbələ, Qarabağ və Neftçi klublarında çıxış edib və hər bir klubumuzda da kifayət qədər qatqı sağlamış bir futbolçudur. Çempionatımıza yaxşı bələddir. Açar ötürmələri var, hansı ki mühüm oyunlarda da fərqlənməyi bacarır və Tovuz üçün də uğurlu bir transfer olduğunu düşünürəm. Mənə görə Tovuzun ən uğurlu bu mövsüm transferi bir Serrano'nun geri qaytarması, digəri isə Filip Ozobiçdir. Razıyam, maraqlı keçidlərdir, maraqlı münasibətdir. Ümumiyyətlə komanda üçün biz bayaq da qeyd etdik, mən istəyirəm ki, bugünkü proqramımızı məhz bu söhbət üzərində quraq. İndi detallar çoxdur, çox şey danışmaq olar, amma komanda üçün vacibi olan odur ki, konkret məqsədləri var və hər oyun, hər tur, hər həftə nə etdiyini, məqsədini, istəyini bilir. Oyundan sonra Qurbanberdiyev bildirib ki, biz istəyimizə çatdıq, az səhv etdik, intizamlı futbol oynadıq. Yəni görünür ki, komandanın məşqçilər korpusunun daha doğrusu əsas elə bütün oyunlarda məqsədi budur. Yəni intizam, səhvsiz oyun, maksimum diqqətli və nəticəyə hesablanmış futbol. Möhkəm müdafiə, ön xəttdə fürsətləri gözləmək. Məncə bu barədə çox yaxşı günü-gündən inkişaf edir. O oyun planında Berdiyev kimi məşqçilər nəticəyə hesaplanan futbolu yəni oynadılar və onun tərəfdarıdılar. Mövsüm sonunda yəni Berdiyev üçün mən düşünmürəm ki, 3-cü yer yəni qənaət eləsin ona və o da sırf çempion olmaq üçün bir komanda formalaşdırıb, yəni qələbə istəyir, çempionluq istəyir. Yəni Azərbaycanda da çempion oldum. Yəni getsəm belə Azərbaycanda da çempion olub elə getdim bir imicini yaratmaq istəyirəm.
Bəli, Sənəm, indi qalır komanda üçün digər problemlərin həll olmağı. Mən baxıram təqvimə, Sumqayıt səfəri sonra Qarabağdan oynayacaq. Kaş Qarabağla Tovuzda oynayardı və bu gün ən böyük problem stadiona qayıtmaqdır. Yəni komanda səfərdə, paytaxtda tam yerləşərək lider kimi qala bilirsə, stadionuna qayıtsa, o atmosferdə və o stadionda sanki bir hər zaman bu podkastlarımızda demişik bir spesifik xüsusiyyətləri var. Tovuzun məbədi çox. Bəli, həm futbol tərəfindən də komanda çox öyrəşib, çox rahat oynayır və orada daha çox hallar alacaq. Ümumiyyətlə istənilən rəqib ora yollanırsa, indi orada məsafə amili də var, digər amillər də var. Bilir ki, Tovuza qələbə üçün gedə bilmir də. Yəni orada çətin olur. Təbii ki, stadionun tutumu olsun, oradakı azarkeşlərin dəstəyi olsun. Tovuz azarkeşlərin hər dəfə biz fərqləndiririk. Burada da dediyim kimi. Yəni qərb derbisi Azərbaycan arenada baş tutdu. Bu biraz xoşa gəlməz görüntüdür. Yəni mənim fikrimcə bir azarkeş bəli arzu olunur. Amma bu da yəni yaxşı bir şey üçün arzu olunmaz. Yəni komanda ən azından stadionu təmin etsin. Bütün arzu olunmaz hallar belə olsun. Tək problem stadion amili olsun. Amma bu da keçici bir amildir. Çünki Tovuz stadionunda artıq görülən işlər irəliləyib. Mən düşünürəm ki, qış fasiləsindən sonra yəqin ki noyabra çatacaq mən bildiyim qədər. Oktyabrın sonlarına son məlumat belə idi. Mən düşünürəm ki, stadionun otoritini paylaşmışlar. Ən gecə qışda artıq fasiləsindən. Biz Gəncə şəhər stadionunun açılışını da gördük. Necə möhtəşəm idi. Qərb derbisi olacaq. Süni orta idi. MDB oyunlarından sonra təbii orta ilə əvəz olunacaq və stadionun tutumu 16.000-ə yaxın bir azarkeş tutumu var. Və orada necə möhtəşəm qərb stadionu heç olmasa yarbayarı dolduracağına inanıram. Kəpəzin nəticələri düzələr. Mən də inanıram ki, Turan Tovuzla oyunlarda, qərb derbilərində o stadionun yarısını elə Tovuzlar dolduracaq. Və yaxın ərazidir. İstər-istəməz o Turan Tovuz Avrokuboklara vəsiqə qazanarsa, birinci mərhələ yox, amma birinci mərhələni evdə oynaya bilir. Sonrakı mərhələlərin oyunu da orada keçirə bilər. Bu da gözəl bir şansdır. Və mən əminəm ki, artıq Turan Tovuz rəhbərliyi klub olaraq indi olmasa da qarşıdakı 2-3 ildə, növbəti illərdə bunun üçün çabalar göstərəcək ki, məhz o regionda daha bir böyük stadion olsun. İndi dövlət tərəfindən ya necə olar bilmirik, amma gec-tez bir gün Tovuzun da məbədi tək qoymazlar, yəni bu istəyində belə bir istək olarsa gec-tez Tovuzda da belə bir məbəd olacağına, o məbədin daha doğrusu belə bir stadiona çevriləcəyinə inanırıq. İndi isə keçək, mən Sumqayıtla qarşılaşma haqqında sənin də fikirlərini almaq istəyirəm ki, Sumqayıtla oyunda Tovuz necə oynamalıdır ki, meydandan 3 xalla qayıtsın? Ümumiyyətlə Turan Tovuzun oyunlarına proqnoz vermək biraz çətindir. İstər-istəməz bilmirəm indi azarkeşlərimizdə necə təəssürat var. Bu şəxslərə görə dəyişir, futbola baxışa görə dəyişən məsələlərdə. Mən düşünürəm ki, məsələn Turan Tovuzun Sumqayıtla oyununa proqnoz vermək çox çətindir. Yəni deyə bilmirsən ki, hə, heyət yaxşıdır, hər şey qaydasındadır, buradan belə oynayacaqlar, oradan belə oynayacaqlar. Rəqib də güclüdür. Komanda oturacaq, şansını gözləyəcək, fürsətindən istifadə etməyə çalışacaq. Hə, məsələyə baxa bilərik biraz psixoloji, biraz komandaların hazırki situasiyası. Turan Tovuz lider kimi oyuna çıxacaq və bu istər-istəməz oyunçularda, komandada inamı yüksək saxlayır. Sumqayıt ardıcıl uğursuzluqlardan sonra sabahdan bir xal qoparıb qayıtmağı bacardı. Ona görə rahatdılar. Əgər sabaha da məğlub olsaydılar, bu oyun daha çətin olacaqdı, döyüşəcəkdilər. İki maraqlı baş məşqçi, iki maraqlı komanda, mən şəxsən heyət barədə düzdür, Sumqayıt da uzun müddətdir, yəni belə deyək, mövsümdən mövsümə heyətini dəyişir, bəlli bir sistem üzərindən, bəlli bir oturuşmuş sütun üzərindən nələrsə yeniləməyə çalışırdılar. Onlarda tək problem məşqçinin tez-tez dəyişməyidir. Hazırki situasiyada Turan Tovuz daha üstün görünür. Yəni heyətdəki adlar olsun, istər hər üç xətt üzrə adlar olsun, istər yanaşma olsun, Turan Tovuz daha möhkəm görünür. Amma proqnoz vermək çox çətindir bu oyuna. Düşünürəm ki, komanda bu oyunda 3 xal üçün oynamalıdır, amma bir xal da pis olmayacaq. Məncə də. Amma növbət tur Qarabağla oynayacağını və Azərsunda olacağını nəzərə alsaq, burada artıq 3 xal artıq bir nömrəli hədəf olmalıdır. Bəli, ümumi deyirəm. Biraz o çətin amildir. Stadion, yəni kağız üzərində ev sahibi Turan Tovuz olacaq, amma stadion Qarabağın stadionu, Qarabağ azarkeşlərini sanki səfərdə oynayacaq. Yəni belə bir təəssürat yaranır. Təəssürat da deyil, yəni işin qaydası budur.
Ümid edirəm ki, Tovuz şəhər stadionu tez bir zamanda hazır olub tamaşaçıların istismarına veriləcək. Sumqayıtla oyunun çətin keçəcəyini mən də proqnozlaşdıra bilərəm. Çünki Sumqayıt da sən dediyin kimi Neftçi məğlubiyyətindən sonra Sabahdan bir xal ala bildi, amma bu xal da çətinliklə qazandı. Və bu bir xaldan sonra onlar da xal ehtiyatını artırmaq üçün çalışacaq. Xüsusən də mən Sumqayıtın bu mövsüm 3 oyununda olmuşam. Mənən Saşa İliçin futbolunun sanki çox emosional bir məşqçidir. Və o da sırf qələbəyə fokuslanan bir oyun qurub. Sən dediyin kimi Tovuzun heyəti məncə daha oturmuş heyəti var və yeni baş məşqçi ilə Sumqayıt da heyətini formalaşdırmağa çalışır. Çünki Sumqayıtdan gedənlər də oldu, təbii ki, gələnlər də var. Amma digər komandalara nəzərən Sumqayıt da yaxşı çıxış edir və hazırda turnir cədvəllərinin də irəli sıralarında məskunlaşıb. Mən düşünürəm ki, burada Tovuz qələbə qazana bilər, qələbəyə yaxın tərəfdir. Həm Kəpəzlə oyunun gətirdiyi ab-hava, xüsusi motivasiya olacaq futbolçuların üzərində, turnir cədvəlinin birinci pilləsində qərarlaşmaq. Burada yer tutursansa, tək futbolçu olaraq yox, artıq baş məşqçi də istəyir ki, bu pillədə qərarlaşsın və nəzərə alaq ki, onun ən yaxın rəqiblərindən sayılan Sabahın Qarabağla keçirəcəyi çətin bir görüş var. Hansı ki, burada da xal itirməsi realdır. Necə ki, bu turda Turan Tovuzun əsas rəqiblərinin hesab etdiyimiz Araz Naxçıvan, Zirə və Sumqayıt Sabahın özü də xal itirdilər və bir xalla kifayətlənməli oldular və bunun fonunda Turan Tovuz qalib gəldi. Yəni növbəti turda da mən inanıram ki, Qurban Berdiyevin komandası meydana sırf qələbə üçün çıxacaq. Məqsədinə nə dərəcə nail olacaq, bunu oyunda görəcəyik. Amma ümid edirik ki, bu qələbə artıq seriya halını alar və Turan Tovuz azarkeşləri də artıq rahatlıqla oyunlarını izləyə bilərlər. Həm də çempionatımızın da təbii ki, rəngi dəyişər belə olarsa. Mən elə düşünürəm. Yəni yeni çempion lazımdır. Bu zənciri qırmaq lazımdır ki, istər-istəməz onda da bir intriqa qayıdır. Yəni elə düşünürəm. Bu mövsüm komandalar zəif deyil, əksinə çox güclüdür və heyətlər də imişlinin özü olsun, yeni qatılmağına baxmayaraq komanda çempionatımıza rəng qatıb. Bir dənə Turan Tovuza məğlub olublar. Oyunda bir Tovuza məğlub olublar. O da son dəqiqələrdə vurulan qolla Tovuz qələbə qazandı. Digərsə Sumqayıtı, o da texniki məğlubiyyətdir. Yəni artıq çempionatımızda intriqa var deyə bilərik. Belə, bax bu hisslərlə bu gün podkastımızı yekunlaşdıraq və növbəti buraxılışımızda artıq Sumqayıt oyunundan sonra olacaq. Sportbox kanalını Turan Tovuz azarkeşləri, Turan Tovuz podkastı olduğu üçün xüsusilə sizə xitabən deyirəm. Yaxından izləyin. Biz irəliləyən günlərdə canlı yayımlarla xüsusi oyun qabağı, oyun sonrası fasilələrdə gücümüz çatdığı qədər yayımlar etməyə çalışacağıq və sizə klubla bağlı daha detallı, daha fərqli məlumatlar çalışacağıq təqdim edək. Məncə bu qədər bəs edər. Məncə də yetərlidir. Sağ olun, salamat qalın.